Qızlar, bir həkim olaraq sizə deməliyəm ki, uşaqların əgər hər hansı bir əsəbiliyini, gərginliyini, kaprizini görürsünüzsə, bu o demək deyil ki, onlar sadəcə kapriz eləyir. Bəzən uşaqlar bizim düşünmədiyimiz bir dərdi ola bilər, problemi ola bilər və bəzən biz onu sadəcə laqeydlik nəticəsində uşağa psixoloji travma yaşada bilərik. Ona görə uşağın səviyyəsinə enmək lazımdır. Yəni, uşağın boyu bərabərində, onun gözlərinin içinə baxaraq soruşmaq lazımdır ki, mən səni başa düşürəm, ki, sən əsəbləşmirsən, mən səni anlamaq istəyirəm. Və həqiqətən uşağı anlamağa çalışmaq lazımdır. Onun əsəbi reaksiyasına, kaprizlə cavab vermək yox, sakit tonda, yavaş şəkildə demək lazımdır ki, mən səni başa düşürəm. Və inanın ki, uşaq onda özü də səsini yavaşlayacaq və sizlə yavaş tonda dərdini sizə izah eləyəcək. Siz uşaqlarda özünüzə güvən yaratmalısınız.